Öncə səndən başlayıram ürək təzyiq dərmanlarından. Bəli. Aha, Exforge. Tərkibi amlodipin, valsartan, hidroxlor tiazitdir. Hipertoniya və əsasən də qan təzyiqini nəzarətdə saxlamaq üçün istifadə olunur. Tenziki kompleks. Tərkibi lizinopril, hidroxlor tiazitdir, hipertoniya üçün istifadə olunur. Egilok. Tərkibi metoprololdur. Koprenessa. Tərkibi perindopril, indopamiddir. Nebilet. Tərkibi nebvaloldur. Tripлексан. Tərkibi perindopril, indopamid, amlodipindir. Aha, Amlessa. Tərkibi perindopril, amlodipindir. Aha. Yuperio. Tərkibi valsartan, sakubitrildir. Kurantil. Tərkibi dipirdamoldur. Piridamol. Milgranat. Tərkibi meldoniumdur. Prediktal emir. Tərkibi trimetazidindir, ürək ağrılarında. Fizyotens. Tərkibi moksonidindir. Coamlessa. Tərkibi perindopril, indopamid, amlodipindir. Imperium XL'in tərkibi nədir? Tərkibi olmesartan, medoxamil, amlodipin, hidroxlor tiazitdir. Valdipin. Tərkibi amlodipin, valsartandır. Korinfar. Tərkibi nifedipindir. İrdapin plus. Tərkibi irbesartan, amlodipin, hidroxlor tiazitdir. Aha. Megasif. Tərkibi sefroksimdir, antibiotikdir. Trental. Tərkibi pentoksifilindir, beyin qan dövranı üçün istifadə olunur. Desiferol. D vitamini çatışmazlığında istifadə olunur. Lorenta. Ticagrelordur, stenokardiya, miyokard infarktı, aritmiya zamanı istifadə olunur. Günü davam eləyək. Ferrofolgammanio. Tərkibi dəmir 2 sulfat, foltor su, kömək güclü vitamin C, anemiyada istifadə olunur. Klaruktan. Sefotaksim sulbaktam, Nə üçündür? antibiotikdir. Asparkokit. Ketorolak, trometamin, ağır kəsicidir. Sumamed. Azitromisin, antibiotikdir. Vasterid. Finasterid, prostat üçündür. Siafor nə üçündür? Tərkibi metformin, şəkər üçündür. Hansı dozaları var? 500-850 mg.